Sənət toplumun aynasıdır. Yəni sənət əsərləri öz yaradıcılığında ictimai, siyasi, hüquqi və sair prosesləri işıqlandırmalı, onlara tənqidi baxış formalaşdırmalıdır. Əks halda sadəcə sənət üçün estetik klişesi ilə məhdudlaşar. Buna bariz nümunə hazırda Türkiyədə gündəm olan Dəniz Göktaş yaradıcılığıdır. Adam açıq şəkildə kralın çılpaq olduğunu ifadə etdi və bu da sənətçinin nə qədər azad, cəsarətli və dəyərli olduğunu göstərir. Və ya Güldür Güldür nümunəsi adamlar demək olar hər buraxılışda ictimai siyasi problemlərə dair tənqidi skeçlər hazırlayırlar və Güldür Güldür modern teatra ən bariz örnəklərdəndir. Yəni bizdə Axundzadənin əsasını qoyduğu ənənəvi teatrda prinsip cəhətdən tənqidi mahiyyətdə olub. Yəni klassiklərin yazdığı teatr əsərlərində cəmiyyətdə baş verən ictimai siyasi proseslərə dair bir tənqid var. Amma baxırıq bugünkü müasir teatra, hər biri sadəcə klassiklərdən ötəyə keçə bilmir, mövcud ictimai siyasi proseslərlə əlaqəli bir teatr əsərləri demək olar ərsəyə gəlmir. Və yaxud da Komedixana, Bozbaş Pictures kimi bayağı sənət nümunələri adamlar baş verən problemləri nəinki tənqid etmək, hətta bunları idealizə edirlər. Məsələn, hər hansısa bir belə deyək, ailə daxili münaqişə var. Bunlar bunu tənqid etmək əvəzinə əksinə ideallaşdırırlar. Və oradakı adamlar da bunlara baxıb özlərini görmək, utanmaq əvəzinə əksinə deyirlər, "Ay Allah, mən." Və yaxud da sənətçilərin üzləşdiyi iqtisadi problemlər də məhz siyasi mahiyyətdədir. 50 ilin sənətkarı olan Mehriban Xanlarova işsizliklə bağlı şikayət edir. Nəyə görə, kimə görə, kimlər cavabdehdir? Adi vətəndaş mı cavabdehdir, yoxsa qurumlar mı? Ona görə də ölkədə insanların teatra getməməsi, sənətə, yaradıcılığa marağı olmamasına şikayətlənən insanlar əvvəlcə dərk etməlidirlər ki, hər şey kimi bu proses də siyasidir. Yəni prosesin siyasi olduğunu dərk etməyəndən sonra istənilən qədər sənət deyin, çi fayda.